biləcəksiniz ki, musiqinin dili birdir. Yəni, istər kamança, istər tarı, istər qarmon, digər musiqi alətləri olsun. Yəni, piyaninlə ifa edəndə də o qəlbdən gəlir. Və bugün ifa etdiyiniz hər bir not qəlblərə toxunsun, hər bir melodiya yaddaşlarda iz qoysun. Və indi isə səhnəyə dəvət edəcəyim balaca iştirakçımız artıq bir çox qəlblərdə yer qoymuşdur. Balaca kiçik olmasına baxmayaraq, birinci sinif olmasına baxmayaraq, dəfələrlə nailiyyətlər, uğurlar qazanıb və o indidən artıq gələcəyin sənətkarı olduğunu göstərir. Tarın sehirli sədalarını, kiçik barmaqlarını böyük ustalıqla canlandıran, şirinliyi, yaraşığı ilə qəlbləri fəth edən balaca ifaçımız Məmmədli Yusif. İfa edəcəklər Üzeyir Hacıbəyli Döyüşçülər Marşı. Dinləyin. Özünə inanlı ifa edir. Bu da çox gözəl bir musiqi üçün.